Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır və bugün çox maraqlı bir mövzu ətrafında danışacaqsınız. Deyəcəksiniz ki, bu xanım elə haçan verişi başlayır, deyir ki, çox maraqlı, çox maraqlıdır. Oradan da qonaqlarımız bir-birindən maraqlıdır, mövzularımız bir-birindən maraqlıdır. Çalışırıq ki, daha az müzakirə olunan, amma müzakirəyə ehtiyacı olan mövzulara toxunaq və bugün də bu mövzulardan biri genlərimiz haqqında danışacağıq. Görən mütəxəssisimiz nə düşünür? Genlərimiz doğrudan da bizim taleyimizdirmi, yoxsa biz nələrisə dəyişdirə bilərik? Necəsə bu genlərimizə genetik faktor dediyimiz dəyişməz kimi görünən bir faktora təsir edə bilərikmi? Qonağımız genetik mütəxəssis Doktor Zakir Bayramov studiyamızdadır. Xoş gəlmisiniz. Çox şadam sizi görməyimə. Hər vaxtınız xeyir. Mənə maraqlıdır. Siz bu gen testlər edəndə nə düşünürsünüz? Maraqlı. Bu genlərə uyğun olaraq insanın taleyini mi deyim, xarakterini mi deyim, görə bilirsinizmi? Və yaxud genlərlə işləmək necə bir hissdir? Belə deyim, əgər belə demək düzgündürsə. Düzgündür, niyə düzgün deyil? Biz axı DNT-ni sintez edirik, ayırırıq, ondan bağlı kifayət qədər çoxlu analizlər həyata keçiririk. Yəni, maraqlıdır, mən universitet vaxtından artıq ixtisaslar heç bölünməmişdi. Mən artıq bilirdim ki, genetika ilə məşğul olacağam. Baxmayaraq ki, universitetə ən çətin sahələrdən biridir və çox az adam onu seçir. Cəmi 2 yer olur həmin ixtisas üzrə və bilirdim ki, o ixtisası mən seçəcəm. Genlər dəyişilir hər zaman. Bu durmadan davam eləyir. Bu olmalıdır. Bəzən insanlar mutasiya sözündən qorxur. Amma mutasiyaların bir çoxları xeyirli bir mutasiyadır. Xoşbəxt sonluqla bitir. Hə, xoşbəxt sonluqla bitir, amma sonra yenidən dəyişilir onlarda. Çünki mutasiyalar bizi yeni bir şəraitə uyğunlaşdırır. Hal-hazırda məsələn mən bir mütəxəssis olaraq hiss edirəm ki, biz artıq yeni bir həyat sisteminə daxil oluruq da. Çünki biz bir çox şeylərdən uzaqlaşmışıq, texnikaya daha çox yaxınlaşmışıq. Bu da bizi bir sahədən digər bir adaptasiya sahəsinə uyğunlaşdırır. Hansı ki, genlər də bu zaman həmin şəraitə uyğunlaşdırır. Düzdür, nəticədə həmin dəyişilən genlərin əksəriyyəti yaxşı olacaq, yoxsa pis əvvəlcədən demək mümkün deyil. Amma güman eləyək ki, bunlar yaxşılığa doğru bizə aparacaq. Artıq dəyişiklik hiss olunur. Siz fikir vermişsiniz, məsələn, uşaqların, məsələn, bir çox valideynlər düzdür deyir ki, mən məktəb proqramından narazıyam, uşaq necə bunu mənimsəyəcək. Amma biz fikir yetirsək, görərik ki, uşaqlar yetirir, yəni çatdıra bilir. Biz çatdırmaya bilərik. Və yaxud deyək ki, yaşlı insanların texnika ilə rəftarı, amma uşağın 2 yaşı var, telefonda haradan girmək lazım, hara getmək lazım, hər şeyi bilir. Bəli, hər şeyi bilir. Ona görə də yəni genlər öz işini görür, bu uyğunlaşmadır, hər zaman olub və hər zaman da olacaq. Onda belə çıxır ki, genlərimiz bizim taleyimiz deyil. Yox, genlər bizim taleyimizi yazır və biz bundan qaça bilmirik. Sadəcə olaraq həmin genlərin təsir elədiyi şəraiti dəyişdirmək bəzən çətin olsa da, məsələn, biz deyirik, insan xarakteri dəyişilməzdir. Çünki bir çox xarakterli genlər özü nəzarət eləyir. Amma onunla mübarizə aparmaq çətin olsa belə, məsələn, hər zaman kilolu olan insan genetik faktorların nəticəsində əksər bu belə olur da, amma mübarizə apardığı zaman bunu adlaya bilər. Və digər elə bir xəstəliklər də var da, yəni hansı ki, genlərlə bağlıdır, yəni daha doğrusu polimorfizmlərlə, genin polimorfizmləri ilə bağlıdır. Olsun şəkərdən əlavə bu, yəni yüzlərlə xəstəliyə meyilli olan genlər var. Özünü biruzə vermir, yatmış şəkildə də amma. Bəli, doktor, var genetik faktor, bir də var epigenetik faktor. Hansı daha güclüdür?
o genetik faktorlar. Niyə? Çünki epigenetika özünü biruzə verməsi üçün Şərait DNT-də lazım. dəyişkənlik baş verməlidir. Bunun DNT-nin metilləşməsi deyilir. Bu DNT-nin amma digər mutasiyalardan fərqi nədir? Bu mutasiya hesab olunmur. Sadəcə gen özünü müdafiə eləmək üçün xüsusi bir struktur alır. Yəni beləncə ona görə təbii ki, mutasiya daha çox təhlükəli hesab olunur. Dünya ilə müqayisə etsək, bugün Azərbaycanda aparılan gen testlərdən, genetik analizlərdən razısınızmı? Yəni yoxsa müəyyən analizləri yenə də xaricə göndəririkmi? Bir çox analizləri xaricə göndəririk. Bu ondan irəli gəlmir ki, bizdə mütəxəssislər yoxdur və yaxud da ki, buna cavab verən laboratoriyalar yoxdur. Bu belə deyil. Sadəcə hər bir testi həyata keçirmək üçün müəyyən bir paneli doldurmaq lazımdır. Bu maddi baxımdan laboratoriya üçün sərfəli olmalıdır. Məsələn, bir molekulyar genetikanı həyata keçirmək üçün məsələn 24 pasiyentə minimumda hansı aparatlardan söhbət gedir? 24 pasiyent birdən həyata keçirməlidir ki, o bizə sərfəli olsun. Amma elə vaxt olur ki, ay ərzində 3 dənə pasiyent olur, həmin çünki bu nadir gen xəstəlikləridir və yaxud da ki 10 olsun. Bu laboratoriya üçün sərf eləmədiyi üçün təbii ki, xaricə göndərmək məcburiyyətində qalırıq ki, o bizə daha sərfəli olsun, daha doğrusu pasiyentə sərfəli olsun. Mən niyə sual verdim verilişin əvvəlində ki, biz pasiyentin taleyi haqqında məlumat verə bilirikmi, verə bilmirikmi? Son illərdə sonsuzluq problemi kifayət qədər yayılıb dünyada, elə ölkəmizdə də. Bu sonsuzluqdan əziyyət çəkən, siz təcrübənizdən maraqlı faktlar da danışa bilərsiniz. Sonsuzluqdan əziyyət çəkən ailələrdə genetik analizlərin rolu. Çünki baxırsan ki, 5 dəfə, 10 dəfə, 15 dəfə uğursuz nəticələr əldə edən ailələr var. Bəzən təəssüf hissinə gedirəm ki, həkimlərin də ağlına gəlmir ki, bəlkə bir genetik laboratoriyaya göndərək. Nə düşünürsünüz bu mövzuda? Məni bu sual həmişə maraqlandırırdı. Niyə? Çünki mənə maraqlı idi ki, nə üçün bizdə həkimlər, məhz bu reproduktoloqlar olsun, akuşer-ginekoloqlar olsun, süni mayallama mütəxəssisləri genetika ilə bu qədər soyuqdular. Sonra araşdırdım ki, bizdə Tibb Universitetinin genetika fakültəsi ümumiyyətlə kafedrası belə yoxdur və bu deməli hər hansı bir sinir xəstəlikləri desən kafedrasının içində yalnız genetika fənni keçirilir. Sonra başa düşdüm ki, yəni hər şey buradan irəli gəlir. Və mən praktikamda gündə demək olar ki, onlarla belə bir pasiyent qəbul edirik ki, hansı ki, məsələn, süni mayalanma olunub 10 dəfə. Təsəvvür edirsiniz, 10 dəfə süni mayalanma nə deməkdir? Maddi, mənəvi. Maddi, mənəvi, yəni orqanizmə bu nə qədər böyük bir təsir. Hər dəfə hormonal müalicə. Və bir dəfə həkim düşünməyib, akuşer-ginekoloq ki, bəlkə bunu bir dəfə genetika məsələndə yönəldim. Yəni bu dərəcədə mən onu düşünə bilmirəm. Nə yaşa bu həkimin fikrindən qaça bilər. Amma müayinə elədiyimiz zaman kifayət qədər problemlər aşkar edirik. Həm xanımlarda, həm bəylərdə, kişi sonsuzluğu ilə müraciət edən pasiyentlərin bir çoxsunda hansı ki, səbəbi bilinməyən sonsuzluqdur və yaxud da ki, ümumiyyətlə azospermiyadır. Kifayət qədər xromosom patologiyaları aşkar olunur, gen patologiyaları, xromosom patologiyalarından belə bir pasiyentə hər 10-dan 2-sində Klinefelter sindromu aşkar eləyirik. Və yaxud da ki, olsun Noonan sindromu, digər gen patologiya, azayif faktorun deletsiyası, yəni tam olaraq normal bizə kişilərin belə bir düşüncəsi var. Əgər mən normal cinsəl həyat sürürəmsə, deməli, məndə hər şey qaydasındadır. Mən niyə yoxlanmalıyam ki? Amma yəni o ailələr ki, çətinliklə, çünki həmin kişilər, mən sizə deyim ki, bir 80% çətinliklə həkimə gəlirlər ki, yəni yaxşı da, yoxlanırsansa, mən də yoxlanaram onda, amma yoxlayırıq ki, elə problem kişidədir. Yəni normal cinsəl həyat sürür, amma spermatozoidlərində məsələn deletsiya var, azayif faktorunda və bu təbii ki, sonsuzluğa birbaşa gətirən səbəblərdən biri olur. Qadınlarda nədir bəs gətirən səbəblər? Qadınlarda belə bir statistikanı mən araşdırırdım və internetdə də araşdırmaq olar. Deməli, səbəbi bilinməyən sonsuzluqla əziyyət çəkən pasiyentlərin 30% kişilər olur, 40% isə qadınlar. Qadınlar daha çox genetik faktorlardan əziyyət çəkirlər, çünki burada səbəblər həddindən artıq müxtəlifdir. Bunlar xromosom patologiyalarından tutmuş, yenə də gen patologiyalardan bəzən valideynlərin görmək istəmədiyi problemlər var.
Məsələn, evdə, ailədə qız uşağı böyüyür, aybaşı dövrü görmür, valideyn gözləyir. Olmayıb, 13 yaşı var, 14 yaşı var, 15 yaşı var. Gəlir müəyyən bir vaxtda elə pasientlər... BBC-də 18 yaşında olmuşdu. Bəli, yəni belə bir şeylər gəlib adi bir karyotip, yəni xromosom analizindən görürük ki, məsələn, həmin xanımın karyotipı başqa bir karyotipdir. Həmin xanım kişi karyotipi də daşıya bilər, amma vizual olaraq tam normal xanımdan heç də fərqlənmir. Bəzən bu qorxulu səslənir də, qadın kişi karyotipinə malikdir. Belə ki, daxildə kişidir, xarici qadındır. Sadəcə olaraq karyotip, bəli, sadəcə o funksiyalar ondan embriogenezdə baş verən bir problemdir bu. Belə normal, bizim belə bir 20 yaşlı bir pasiyentimiz var idi, qısacası psixoloq idi, universitetdə oxuyurdu və hardasa belə bizim paylaşımlarımızı görmüşdü. Universitetin, yəni 2-ci ya da 3-cü kursunda oxuyurdu və gəlib yoxlatdırmışdı ki, məndə həqiqətən də aybaşı görmürəm, mənə maraqlı oldu. Biz yoxladıq ki, həqiqətən də yəni 46XY karyotipinə malikdir xanım. Təəssüflər olsun ki. Bir dənə də məsələn uşaqlıqda belə bir problemlə, uşaqlarda daha çox rast gəlirik. Bəzən UZI-yə gedirlər uşağı, məsələn, yəni qız uşaqlarını aparırlar. Deyirlər ki, çanaq boşluğunda hansı bir törəmə var, piy toxuması və s. Amma biz karyotipi yoxladıqdan sonra görürük ki, əslində bu uşağın karyotipi başqadır və dedikləri piy toxuması əslində xayalıqdır, sadəcə inkişafdan qalıb qarın boşluğunda. Amma bunu 2 dəfə əməliyyat eləyiblər, yəni düzgün olunmayan müayinələr və s. Belə bir uşaqlar da əziyyət çəkir. Bəs bu uşaqların taleyi necə olur? Taleyi təbii ki... Yəni, xaricdə bilirəm ki, müəyyən yaşdan sonra seçim onların özlərinə verilir ki, sən Amma kişi burada olmaq... seçim niyə? Yəni, belə seçim, dediyim kimi, vizual olaraq onların daxili və xarici cinsiyyət orqanları əksəriyyətində, məsələn, əgər xanım kimi qadın olaraq doğulubsa, yəni heç bir problem yoxdur. Sadəcə uşaqlıq olmaya bilər və yaxud da ki, rudiment halda ola bilər, yumurtalıq olmaya bilər. Bu kimi problemlər ola bilər. Biz sizin dediyiniz artıq məsələ bir daha başqa fərqli bir məsələdir. Elə pasiyentlər var ki, məsələn, doğulduqda artıq valideyn görür ki, məsələn, cinsiyyətində problemlər var. Yəni, başa düşmək olmur. Bu qızdır, yəni qadın cinsiyyət orqanlarıdır, yoxsa kişi cinsiyyət orqanları. Çünki kişi cinsiyyət orqanlarıdırsa çox inkişafdan qalıb, rudiment haldadır. Qadın cinsiyyət orqanları nədənsə biraz daha çox xayalığı bənzədir. Yəni, onu ilk baxışda həkim belə çaş qala bilər ki, burada problem nədir? Burada genetik testlər köməyimizə çatdırmı? Birbaşa. Genetik artıq bunu biz test elədikdən sonra birinci biz deyirik ki, burada cinsiyyət nədir və əgər burada cərrahi müdaxilə olacaqsa, hansı istiqamətdə aparılmalıdır? Əksər belə pasiyentlər səhv müayinələr aparılaraq, yəni uşağın artıq taleyini həmin yaşda artıq pozmuş olurlar. Aydındır. Bəs bu genetik faktorların, genetik problemlərin üzə çıxmasına təkan verən faktorlar hansılardır? Genetik faktorların... Misal üçün, ailədə, nəsildə hansısa bir problem var, amma 5 qardaşın heç birində olmadı, 4-cü qardaşın uşağında bu problem ortaya çıxdı. Deyirlər ki, anası yəqin hamiləlikdə qrip olub və yaxud onun stomegalovirusu var idi deyə bu mövcud genetik problem məhz onda çıxdı. Bu doğrudurumu, yoxsa burada başqa məsələlər var? Yox, bu da doğru deyil. Bu da O qədər doğru bilinən səhvlər var bəli, ki... çünki bizdə demək olar ki, hər 10 pasiyentdən 9-undan eşitdiyimiz bir söz var ki, bizim nəsildə belə bir şey yoxdur. Bizim nəsildə genetik problem yoxdur. Yəni, bu söz o qədər yanlış bir sözdür ki, və mən həmişə o pasiyentlərə deyirəm. Hörmətli pasiyentlər, mən də, siz də, hamımız ona yaxın genetik xəstəliyin daşıyıcısıyıq və bundan qaçmaq mümkün deyil. Yəni, mən də bu siyahıdayım, siz də bu siyahıdasınız. Yəni, biz bunu deyə bilmərik ki, bizim nəsildə belə bir şey yoxdur. Var. Sadəcə, əksəriyyəti daşıyıcı formadadır. К счастью, ruslar demişlər, nə yaxşı ki, bu beləncənədir. Problem o zaman özünü biruzə verir ki, ailə həyatı qurduğumuz zaman ikinci tərəf də, yoldaşımız da təsadüfən eyni xəstəliklərin daşıyıcısı olma ehtimalı olur. Qohumlarda bu daha tez-tez rast gəlinə bilər, çünki onlar bir çox hallarda eyni xəstəliklərin daşıyıcısı olurlar. Uzaq qohumlarda və yaxud da ki, qohum olmayan insanlarda isə bu nadir hallarda baş verən bir şeydir, amma yenə də olur.
Bunlar ikisi də bir yerdə resessiv genlər özünü biruzə vermə ehtimalı 1/4 haldadır. Həmişə 25%-dən hesablanılır. Ona görə də 4 uşaqdan birində özünü biruzə verir. Bəzən məsələn pasient deyir ki, məndə 3 dəfə uşaq xəstə doğuldu. Bunu mənə həkim demişdi, ya da 4 uşaqdan birində olacaq. Bunu da demək olmur. Bəzən o 4 hər dəfə özünü biruzə verə bilər. Yəni bunu da əvvəlcədən demək olmur. Niyə? Çünki xanımda yumurtalar çoxdur. Eləçinə də ki, spermatozoidlərin sayı ondan dəfələrlə çoxdur. Hansı mutasiya daşıyıb, hansı mayalanacaq, bunu da əvvəlcədən söyləmək mümkün deyil. Bəli, ümumi rezervdə olan yumurtalar və spermatozoidlərin 1/4 o mutasiyanı daşıyır. Amma mayalanmada hansı iştirak edəcək bəxtimizdə biz bunu bilə bilmirik. Yəni burada bir lotereya kimi çıxır. Bir məsələ də olur ki, misal üçün deyir ki, ailədə oğlan uşaqları qalmır bu cütlüyün, amma qız uşaqları yaşayır. Biz görürük ailədə. Bu da bir təsadüfdür, yoxsa bu da hansısa bir genetik problemə bağlıdır? Birincisi, qadınların həmişə bəxti bu barədə gətirib genetikada, mən deyim. Niyə? Çünki qadınlar bir çox hallarda daşıyıcıdır. Çünki onların 2 X xromosomu var. Ona görə də bir X xromosomun problemi digəri kompensasiya edə bilir. Ona görə onlar daha çox həyatda qala bilirlər, yəni müəyyən xəstəliklərdən daha çox uzaqdılar. Amma oğlanlarda təəssüflər bir X xromosomu var, digəri Y-dir. Ona görə mutasiya ya Y-də ya da X-də özünü biruzə versə, birbaşa özünü xəstə kimi biruzə verir. Bu təbii seçmədə də beləçinədir. Ona görə də təbii ki, bunun araşdırılması tələb olunur və nə üçün oğlanlar qalmır, bu da genetik analizlərdən bir çoxlarında müəyyən olunur nə üçün. Maraqlıdır. Siz qohum nigahları məsələsinə toxundunuz. Qohum nigahlarının qadağan olunmasından sonra ki, qadağan olunub artıq, hansı xəstəliklərin azalacağını gözləyirik? Mən bu xəbər əslində çox sevinmişəm. Düzdür, bu necə həyata keçiriləcək, buna kim nəzarət eləyəcək, bu tamam başqa bir artıq sualdır. Amma olsa və buna riayət olunsa, birinci mən istərdim ki, qadağanın müəyyən bir punktları olsun, bəndləri. Məsələn, qadağan olunur, amma ailə həyatı qurmaq istəyən cütlüyü varsa, müəyyən analiz paketi var, bunu öz cibindən ödəməlidir. Bunlar kifayət qədər bahalı analizlərdir. Adicə bir dənəsini, məsələn, mən deyim ki, SEMA-nı aydınlaşdırmaq üçün bir hardasa 500, 700, 800 manata yaxın bir pul məbləği lazım olur. Amma nadir xəstəliklərin, yəni arfan xəstəliklərin sayısı 8000-dən artıqdır. Yəni təsəvvür edirsiniz, bir dənə yalnız gen xəstəliyi SEMA ən çox indi hal-hazırda danışılan və yaxud da ki, talasemiyanın özü olsun. Talasemiyanı hal-hazırda aydınlaşdırmaq üçün bir adam üçün qiyməti yəni 200-250 dollar arasında dəyişir. Amma biz həmin pasientlərə seçim verə bilsək ki, yaxşı siz qohumsuz, amma ailə həyatı qurduğunuz zaman ən azı bu 10 xəstəliyin daşıyıcılığını özünüzdə müəyyən etməlisiniz. Məncə onda artıq cütlüklər düşünməyə başlayar ki, dəyər ailə həyatı qurmağa, birinci bu maddi baxımdan kifayət qədər bir maliyyə bağlıdır və bizdə artıq çıxdı bu məsələlər. Yenə də dəyərmi yenə ailə həyatını qurmağa, yoxsa yox? Mən bunu daha çox belə düşünürəm ki, belə olsa daha yaxşı olardı. Yəni ki, qohum nigahları olsa belə, o zaman müəyyən testlərdən keçdikdən sonra buna icazə verirsə daha məqsəd olur. Təbii ki, yenə də bu qohum evliliklərinin qarşısında bu cürə alsalar, biz ən azı bildiyimiz onlarla xəstəliyin, olsun fenilketonuriya, olsun Duchenne sindromu, talasemiya, SEMA, 25OH, metabolitik xəstəliklərin sayı, yəni kifayət qədər qarşısını ala bilərik də bunların. İnşallah ki, elə də olacaq. Bizim sırada reklamlarımız var. Reklamlardan öncə istəyirəm verilişimizin baş sponsoru Ştada şirkətinə öz təşəkkürümü bildirim. Kalsium döyüş, nikamet, portağal və limon adlı çeynəmə tabletlərini isə təqdim edir. Kalsium və D vitamini difitinin profilaktikası zamanı, həmçinin osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə oluna bilər təyinata uyğun. Kalsium döyüş, nikamet 25 ildən artıq mövcuddur və sınanmış preparattır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. İstifadəsi rahatdır. Su ilə içməyə ehtiyac yoxdur. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz isə İdman həkimi Fərid Səlimovdur. Böyük Britaniyada təhsil almış Fərid Səlimov düşünür ki,
diz, onurğa, çiyin, əzələ ağrılarının artıq daha tez və müasir idman yanaşması ilə müalicə olunmaq mümkündür. Buna uyğun artıq ölkəmizdə bütün lazım olan ləvazimatlar var və təbii ki, Fərid Sərimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Bu problemlərin həllində sizə kömək edə bilər. 055 318 83 94 nömrəsindən zəng etməniz kifayətdir. Reklamlara baxaq, sonra söhbətimizi davam etdirək. Verilişin baş sponsoru Kalsi D3 Nikamed.